Hünər İnşaat firması Zəngilan rayonu Cahangirbəyli kəndində inşaat işləri görən fəhlələrin ödənişlərini vermir. Bu barədə sosial platformada işçilər çıxış ediblər. Qeyd edək ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarə etmə xidməti Zəngilan rayonu Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi tenderlərinin icrası Hünər İnşaat firması tərəfindən həyata keçirilir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyevdir. Şikayətlə bağlı şirkətdən və qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı. Şərqi Zəngəzur İqtisadi rayonunda bir saylı bərpa, tikinti və idarə etmə xidməti publik hüquqi şəxsin icraçı direktoru Növrəz Cəfərovdur. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndə isə Vahid Hacıyevdir. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Cənab Prezident, sizə müraciət edirik. O bir belə şəxslər Hünər İnşaat işlədib, qəlib dəmir işlərini gördürüblər və cəmaatın pulunu vermirlər. Xahiş edirik, bu videona yuxarıda oturanlar, baxanlar bizim bu problemimizi həll eləməyə köməklik eləsinlər. Kimə də deyirik, deyirlər gedin hara şikayət edirsiniz, eləyin. Əgər şikayət eləyəsi olsanız və sizləri atacaq çölə, bizdə bir qəpik pul yox ki, çıxalın gedəyin evimizə. Xahiş edirik, bizim bu bizə bir köməklik edin, bizə bir dəstək olun. Deyilin ki, bu maşinliklərin əlindən biz canımızı qutaran. Cahangirbəyli kəndi, Zəngilanda. Zəngilanda Cahangirbəyli kəndində, kənd salmadır. İşlədiyimiz evlərdə bulardır, qəlib işlərdir. Pulumuzu vermirlər. Xahiş edirik, bizə bir köməklik edin. Bizə də hədə qorxu gəlirlər. Çıxartmaqla hədə qorxu gəlirlər. Yataqxananızı deyir, əlinizdən alacaq. Nə bilim, yemək verilməyəcək. Polisləri deyir, tökəcək deyir, sizi deyir, şərif çıxardacaq deyir. Elləyəcək ki, deyir, siz pul almaq əvəzinə və pul verəcəksiniz. Belə şey olar, belə